mən olan vaxtı hardasa bir 2-3 il olardı, mən yoxam da artıq da. 2-3 il bundan qabaq bizim Sen varsan sadece hazır robotun hazır müəllim kimi ümumiyyətlə işləyirsən. robotexnika sahəsində mentor olaraq yoxam da hal-hazırda belə. Sağ olun, məkan dəstəyi olaraq biz yenə robotexnika kursuna takılırıq. Belə deyim, bizim 2-3 il bundan qabaq biz robotexnika üzrə olimpiyadalarda hazırlaşanda, olimpiyadalarda iştirak edəndə birinci Azərbaycanda o qədər çox olimpiyadalar olmurdu, robotexnika olimpiyadaları olmurdu. Bundan əlavə xarici olimpiyadaların Azərbaycanda olması da o elə bir şərait yaradan kurs da yox idi. İndiki olimpiyadalarla 3 il bundan qabaqki olimpiyadalar arasındakı fərq nədir sizcə yəni? Əvvəlki olimpiyadalar daha kompakt idi, indikilər daha böyükdürmü? Yoxsa indikilərin böyük olmağına baxmayın, daha hələ də inkişaf eləməmişikmi sizcə? Xaricilərə baxanda bizdə daha yaxşıdırmı? Yoxsa ki, inkişaf varmı? Siz nə fikirləşirsiniz bu barədə? Əvvəla onu demək istəyərdim ki, yox, əvvələ nisbətdə, indiyə nisbətdə belə bir tendensiya var ki, dünya inkişaf edir, texnologiyalar inkişaf edir və hər günün, hər saniyənin, hər dəqiqənin öz hökmü var. Və əlbəttə ki, dəyişikliklər vacibdir, lazımdır. Azrobot 4 il bundan qabaq yaradılmış idi. Əlbəttə ki, o birinci addımlarını atırdı. Tədris mərkəzindən başqa uşaqlar, şagirdlər və həmçinin müəllimlər də olimpiyadalara, turnirlərə getməlidirlər. Nə üçün getməlidirlər? Gedib görməlidirlər ki, başqa yerlərdə necədir? Çox şey qatır adama. Yəni demək deyək ki, hər zaman demək ki, xaricdə daha yaxşıdır. Yox, bu belə deyil. Hərdən olur ki, Azərbaycanın özündə çox gözəl yarışmalar keçirirlər. Xaricdə, Avropada olsun, Amerikada olsun ya başqa bir yerlərdə elə də gözəl təşkilatı olmayan yarışmalar da var. Sadəcə nəyə görə beynəlxalq yarışlara getmək lazımdır? Gedib görmək üçün. Yəni biz gedib daima yaxşı cəhətlərini, yaxşı yenilikləri, yəni burada nə var, bizdə yoxdur. Yəni necə təşkil olunur? Orada məsələn tələbələr hansı kateqoriyalarda iştirak edir? Bəli. Bunu təşkil edənlər hansı yerdə dayanıblar? Məsələn, xaricdə belə bir şey varmı ki, təşkil edən komandalar iştirak edirmi, yoxsa iştirak eləmirmi? Çünki təşkil edən kurs və ya robotexnika sahəsi orada məsələn öz tələbələri, öz müəllimləri iştirak edəndə biraz daha avantajlı olurlar deyə düşünürəm. Yoxsa sizdə elə deyilmi? Sadəcə təşkilat məsələsi, yəni Azərbaycan bu konuda hələ cavandır deyək ki, biz də yoxluyuruq, baxırıq görək ki, hansı daha yaxşıdır. Olimpiyadalar, turnirlər olmalıdır, 100% olmalıdır. 100%. Nəyə görə olmalıdır? Bu inkişafdır. Uşaqlar daima nəysə öyrənirsən, bir var ki, adi öyrənirsən, bir var ki, komandada işləməyi öyrənirsən. Yəni uşaqlar komandaya formalaşıb, hansısa bir yarış olanda, demək, daha çox azart, adrenalin artır uşaqlarda, qalib olmaq istəyirlər, daha yaxşı bir nəysə icad etmək istəyirlər. Yəni olimpiyadanın nə olduğunu, rəqabətin nə olduğunu, ümumiyyətlə mən bu olimpiyada niyə iştirak edirəmi öyrənmək üçün ilk öncə burada müəllimlərin deməyindən əlavə də olimpiyadada o auranı görməkləri daha yaxşıdır. Əlbəttə ki. Yəni hal-hazırda mən məsələn digər robotexnika kurslarını nəzərdə sizin məsələn biz orada işləyəndə sizin belə bir strategiyanız var idi və bu da şəxsən mənim digər müəllim yoldaşlarımın adından da danışası olsam, bu çox böyük bir strategiya idi ki, məsələn yeni gəlmiş tələbələr belə çox belə robotexnika sahəsində öz iştirak etdikləri, öyrəndikləri modullar barəsində çox məlumatları olmasa belə yazıb onları olimpiyadaya aparırdı ki, orada olimpiyada nədir, orada məsələn tələbələr nələr düzəldirlər. Həmin o ruhu görsünlər. Yəni bu nə olan rəqabət ruhunu görsünlər. Çünki rəqabət varsa bir yerdə, orada inkişaf da var. Yəni olimpiyadaların çoxluğu əslində rəqabəti də artıran bir şeydir və rəqabət artırsa, əlbəttə ki, Azərbaycanda robotexnika sahəsi inkişaf da eləyəcək. Əlbəttə ki. Və daima öz şagirdlərimizə biz bunu deyirik ki, yəni qalib olmaq yaxşıdır, əladır. Ancaq qayb etməkdir, yəni uduzmağı da bacarmaq lazımdır. Qalib olan şagirdlər və komandalarda nə öyrənməlisən? Necə olub ki, onlar qalib olublar? Yəni onların robotları necə mükəmməldir, neçə dənə motor istifadə edib, neçə sensor istifadə edib, hansı ideya ilə bu robotu yığıb ki, bu qalib olub. Yəni bu sirləri öyrənmək vacibdir. Və onu göstərir ki, adətən o göstərilir ki,
birinci dəfə uduzan uşaqlar ikinci ilə daha da həvəslə başlayırlar hazırlaşmağa və Orada müəllimlərdən də əslində çox şey asılıdır. Müəllimlər də o motivasiyanı verməlidirlər ki, bu bir yarışdır sadəcə. Sən burada uduza da bilərsən, uda da bilərsən. Əsas olan burada nə öyrəndiyindir. Burada sən bu olimpiyadanın, bu ab-havanın, bu auranın sənə nə qatdığıdır. Bir də bunlardan əlavə də bu müəllimlər üçün də çox əslində bayağı perspektivli bir şeydir. Həm tələbələrinin onların adına, onların hazırlaşdırdığı tələbələrin gedib o olimpiyada iştirak etmələri, həm də orada tələbələri ilə daha da yaxınlaşırlar o ərəfədə, o olimpiyadaya hazırlıq ərəfəsi. Məsələn, mənim uşaqlarımla, tələbələrimlə ən çox yaxınlaşdığım ərəfələr olimpiyadaya daha çox hazırlaşdığım ərəfələr olurdu. Çünki orada tələbələrlə bizə verilən silabusdan kənara çıxırdı. O silabusu qoyurdu bir kənara və biz əlimizdən gələni gecəmizi gündüzünə qatırdıq. Orada artıq tələbəm də gəlməlidir ki, bunu belə eləməliyik. Mən də gəlib tələb edirdim ki, hər kəs bunu öz belə ideyasını deyə bilər. orada müəllimi tələbəni qoyurdu bir kənara, sırf yoldaşlar olaraq, kollega olaraq orada bir şeylər üçün mübarizə apardı və həmin o olimpiyada ərəfəsində də, olimpiyada başlayanda da orada məsələn tələbə gəldi. Mən bunu belə danışdım. Sən mənə belə demişdin. Mən burada belə. Artıq sizi bizi də qoydu bir kənara, sən və mən olurdu. Və orada qazananda olan o hiss var ki, mən bu qədər mübarizə apardım və bundan sonra bunu qazandım. Yəni o medala sahib çıxdım, ora çıxdım, məni təltif elədilər medalına. Əlbəttə ki. Onun verdiyi ab-hava həqiqətən bir ayrı olur. Yəni belə götürəndə o medal yəni heç nədir, amma ki həmin o şagirdə özgüvən verir. eynən şagirdə çox özgüvən Şagird verir. düşünür ki, düz yoldadır, bunu davam eləməlidir və s. və s. Azərbaycanda kifayət qədər olimpiyadalar, yarışlar keçirilir və uğurludur. Yəni mən düşünürəm ki, hər dərsin sonunda necə imtahan olursa, hər bir kursun sonunda imtahan, olimpiyada turnirə də bir imtahan kimi baxmaq lazımdır. Yəni öyrəndikləri, bildikləri, praktikada öyrəndikləri sadəcə yarışda bir mövzu olaraq ortaya bacarıqlı öz ortaya qoyursan. Mən nə öyrənmişəm indi? Mən nə Mən öyrənmişəm? necə hazırlaşmışam? Hə, bu onu gətirir və üstə gəldi ki, komandada işləməyi Hə, bu öyrədir. komanda ilə işləmə bizdə məsələn uşaqlara dildə deyirik, dildə izah edirik ki, komanda şəklində işləmək lazımdır, biz bir ailə oluruq. Belə və s. və s. Amma ki bunu praktikaya tökəndə artıq belə olimpiyadalar olmayanda biz bunu əlbəttə ki praktikaya istifadə edə bilmirik də. Yəni orada çünki biz sinif şəraitində olanda o sinifdə hamı bir-birinə rəqibdir. Amma artıq beynəlxalq bir olimpiyada olanda o sinifin hamısı artıq komandanın bir parçası olur və bunu öyrənirlər orada həmçinin. Beynəlxalq olimpiyadanın, turnirin ümumiyyətlə məsuliyyəti biraz da artır. Nəyə görə? Çünki Azərbaycanda keçirilən yarışlarda əgər hər kəs fərd olaraq özünü təmsil edir, beynəlxalq yarışlarda artıq nə azı robot, nə başqa birisi, nə insan, nə fərd, burada artıq biz Azərbaycanı təmsil edirik. Və əlbəttə ki, əlimizdən gələni etməliyik ki, Azərbaycanı layiqincə təmsil edə bilək. Yəni biz burada komanda kimi tam Azərbaycan xalqını təmsil edirik. Uduzmağı bacarmaqdan biz danışdıq. Orada da bu çox vacibdir. Yəni necə Azərbaycan olaraq uduzmuşuqsa, yenə də öz biliklərimizi, bacarıqlarımızı üstə qoymalıyıq, fərqlənməliyik. Başqa böyük ölkələrin təmsilçiləri olur. Elə sağ olsunlar Türkiyədən, yəni bizə daima dəstək olurlar. Bizim qardaş xalqlarımızdır. Bizə daima dəstək olurlar. Yəni komandanın başqa ölkədə Azərbaycanı təmsil etmisənsə, tək biliklərin, bacarıqların yox, mülayim olmağın, insanpərvər, sülhpərəst olduğun, öz ölkənin barəndə nə danışacaqsan bu uşaqlar, xalqını, millətini, yəni biz adətən gedəndə böyük yarışlara, yəni böyük yarışlardan söhbət gedir ki, harda 20, 30, 40 ölkədən nümayəndələr və komandalar var. Azərbaycan adından balaca suvenirlər aparırıq. Tutalım, bir də görürsən ki, başqa xalqların uşaqlardır, şagirdlərdir, ya müəllimlərdir, suallar verirlər ki, Qarabağ müharibəsi, bu barədə bilgi verin, sizin ölkəniz barəsində bilgi verin, sizin qonşu ölkələr hansılardır və tam olaraq ölkə barəsində, məktəblər barəsində soruşurlar, sizdə struktur necədir,
Yəni bu barədə, bayrağın barədə, tarix barəsində, yəni Azərbaycanın tarixi barəsində də suallar verirlər. Yəni biz robotexnikadan başqa buna da hazır olmalıyıq və şagirdlərimiz də həmçinin. Yəni biz tam olaraq hazırlaşıb başqa yarışmalara gedirik. Xalqımızı təmsil edirik. Həm biliklərimizi, həm tariximizi, həm mədəniyyətimizi, yemək mədəniyyətimizi, yəni hər bir şey barəsində məlumatlı olmalıyıq ki, düzgün məlumat verək. Okey. İndi beynəlxalq olimpiyada hələlik qoya bir kənar, oraya gələcəyik zaten. Azərbaycan daxilindəki keçirilən olimpiyadalara bir də yenidən qayıtmaq istəyirəm. Siz indi bir robotexnika kursunun rəhbərisiniz də və sizin özünüzün də daxili və ya Azərbaycanın içində digər kurslara da xitabən keçirəcəyiniz olimpiyadalar, bundan qabaq keçirdiyiniz olimpiyadalar olub. Siz bir rəhbər olaraq digər kursların və ya digər əməkdaşlarınızın tərtib elədiyi, təşkil elədiyi olimpiyadalardan hansı tərəflərindən razısınız, hansı tərəflərindən razı deyilsiniz? Yəni məsələn gedəndə mən bunu belə eləyə bilərəm, bunlar niyə bunu eləmədi, bunlar niyə onu eləmədi filan tipində, ya bizi xoş qarşıladılarmı, qarşılamadılarmı? Ümumiyyətlə hər kəsi razı salmaq çox çətindir. Orası elədir. Hansı tədbir olursa olsun, yəni hansı tədbir keçirsə keçsin, razı olan qismlər olur və narazı olan. Mən yarışmalara, Azərbaycanda keçirilən yarışmalara bu baxımdan getmirəm ki, onlarda qüsur tapım, nöqsan tapım. Mən nöqsanları tapsam belə başqa bir yarışmalarda, onu onun üçün tapıram ki, öz yarışmamızda bunu etməyim. Yəni ona görə. Yəni görəndə ki, sıxlıq olur. Yəni yaxşı cəhətlər olur. Yəni hər yarışmada Azərbaycanda da keçirilən eyni ilə beynəlxalqda da. Yəni beynəlxalqdırsa o deməkdir ki, orada nöqsan qüsur yoxdur. Orada da elə olur. Çünki yarışmalar elədir ki, ən əsası say. Yəni tutalım Dünya Robot Olimpiyadasında 10.000 iştirakçı olur. MEB Robot yarışmasında 7.000-dən 14 biz Türkiyədə keçirilən yarışmaya hər il gedirik. 4 il MEB Robot yarışmasına gedirik. 14.000 iştirakçıdır. Yəni 14.000 insanı bir yerə, bir məkana yığmaq, registrasiyadan keçirtmək, böyük bir nə qədər kateqoriyadan uşaqlar robotlarını gətirirlər. Burada uşaqlar ac da ola bilərlər, yorğun da ola bilərlər, növbə də gözləyirlər. Yəni bu özü də mədəniyyətdir. Növbə gözləmək, qeydiyyatdan keçmək və s. Yəni bunu necə effektiv eləmək olar ki, hər kəs razı qalsın. Yəni əlbəttə ki, mən də baxıram hər dəfə ki, hansı nöqsanlar var. Tutalım, hər kəsdə sertifikatlar paylanılır və hər yarışma koordinatorları çözüm axtarırlar ki, birdən-birə 14.000 adama o sertifikatı necə paylayaq? Hamısı razı qalsın. Yəni öz sırasını gözləməsin. Sonradan da çağıranda hətta narazılıq olur. Bizim də bəzi iştirak etdiyimiz olimpiyadalara sonradan harasa çağırıb sırf o sertifikatı vermək üçün. Yəni, o da ayrıca vaxt edir. Yəni bunları hamısını düşünmək lazımdır. Bu təşkildə baş verən hadisələr, o situasiyalar, onlar əslində göz yumaq olar. Bizim məsələn sizlə bir yerdə, yəni bundan 3 il, 4 il bundan qabaqki olimpiyadalara qatılanda bizim bu təşkilatdan deyil də sırf bəzi hakimlərin hansı robotexnika kursu təşkil edibsə onlara qarşı biraz yəni medalı, o yerləri biraz onlara doğru bölüşdürməkmi? Biraz məsələn tutalım bizim tələbələr kənardan gəlibsə onlara biraz gözdən biraz kənara salmaqdır. Yox. Bu tip şeylər hal-hazırda da davam edirmi, yoxsa ki? Yox, düşünürəm ki, artıq bundan biraz qıraq qalmaq lazımdır. Yəni olur, düzgündür. Ancaq bunu mən necə həmişə deyirdim, öz şagirdlərinizə bunu öyrətməyin. Heç bildirməyin. Əgər belə bir haqsızlıqlar olursa da, şagirdlərə bunu demək lazım deyil, bu düzgün deyil. Yəni şagird gəlibsə, düşünməməlidir ki, burada mənə haqsızlıq olacaq. Və şagirdlər bunu deyəndə həmişə deyirəm ki, yoxdur haqsızlıq. Sadəcə əgər istəyirsən ki, doğrudan da qalib olasan, bunun üçün gecə-gündüz işləməlisən. Qalib olan şəxs, yəni mən düşünürəm ki, hər müəllim öz şagirdinə bunu deməlidir. Qalib olmaq istəyirsənsə işləməlisən. Heç bir haqsızlıq yoxdur. Əlbəttə ki, 100 şagird qatılan bir yarışma var və bir dənə birinci yer var. 99 nəfər narazı qalacaq. Yəni ancaq qalib razı qalacaq. Ona görə bu düşüncədən çıxmaq biraz lazımdır. Qalib varsa,
Demek bu hakimler neyse göre, hansısa biliyə, hansısa bacarığa göre, neyse göre buna qalibiyyət veriblər. Və bunu qəbul eləməyi bacarmaq lazımdır. Bir də məsələn bu neytrallaşdırmaya əsasən belə bir fikir bildirmək istəyərdim ki, yəni kənardan bir baxış olaraq hansı kurs təşkil edirsə, həmin kursun komandaları bacardığı qədər minimum dərəcədə yerlərə qatılıb, digər komandalara daha çox şərait yaratsa, onda məsələn gözə batmaz ki, məsələn bəlkə həqiqətən də sizin kursun komandası bacardığını, əlindən gələni artığını eləyir və o birinci yerə layiqdir. Amma yenə də kənardakı yəni deyir ki, yox, o təşkil edib deyə o hakimləri də onlar tutub, onlar o birinci yerə verirlər İsmail, və s. gəl bundan biraz üst, başqa bir yöndə danışaq. Nəyə görə? Təşkilatı komanda, yəni hara ki təşkil edib, düşünürəm ki, hər bir kursdan qıraq olmalıdır və hakimlər zaten başqa biriləri olmalıdır. Yəni hakimlər biz indi hal-hazırda əgər indi Aerodan danışacaqsa, may ayında 9, 10, 11 may Aero Azərbaycan International Robotics Olimpiyatı keçiriləcək və biz orada təşkilatı kurs kimi iştirak edirik. Yəni Azərobot təşkilatı komanda kimi orada iştirak edirik. İnanın ki, mənim üçün fərqi yoxdur ki, hansı biri udacaq. Kimsə layiq olan qalib olacaq və bu düzgündür. Ondan başqa hakimlərimiz var və hakimlər hamısı dəvət olunmuş hakimlərdir. Əsas kateqoriyanın hakimləri bizdə xaricdən dəvət olunub. Rumıniyanın Robot Challenge yarışmasının koordinatoru, baş koordinatoru və prezidenti qonaq qismində və üstə gəlir Rumıniyadan hakimlər bizim kateqoriyaları, bu söhbətlər olmamaq üçün ki, nəyə görə məhz bu uşaqlar udub, biz hakimləri xaricdən dəvət etmişik. Bir qısımda bu artıq başqa məsələ. Yaponiyadan hakimlər dəvət olunub və inandırım sizi ki, Rumunlara da, Yaponlara da fərqi yoxdur ki, hansı uşaq udacaq. Yəni onlar üçün fərqi yoxdur. Mən düşünürəm ki, bu düzgündür. Hər kəs bunu demək üçün ki, nəyə görə bunlar qalib olub, biz qətiyyən seçimlərdə iştirak etməyəcəyik. Koordinator olaraq biz iştirak edəcəyik həmən o təşkilatı məsələlərdə. Uşaqlar növbə gözləməklərində, qeydiyyat etməklərində, sertifikatların almağında, yarışların rahat keçirilməsində, uşaqlara şərait yaratmaq ki, öz robotlarını düzəltməyə. Yəni təşkilatı, kampaniya ona dəstək olacaq. Ancaq kim qalib olacaqsa, hakimlər hamısı qıraqdan dəvət olunan hakimlərdir. Bu artıq sizin digər olimpiyadalarda iştirak edib, orada bəzi gördüyünüz nöqsanları bir üst səviyyəyə daşıyıb, mükəmmələ daha yaxın biçimdə o təşkilatı idarə eləməyinizdən irəli gəlir ki, yəni o hakim heyəti ilə mənim heç bir əlaqəm yoxdur. Heç bir əlaqəmiz olmur. Mən sadəcə təşkilatı hissəsinə baxıram. Mənim kursumun adından gələn komandalarda həmin sizin kimi, digər kurslar kimi əllərindən gələnlər hazırlaşıblar bu olimpiyadaya. Hər kəsə eşit şərtlər. Oyuncu aparsın yəni. Yəni hər kəsə eşit şərtlər. Hakimlər heç bir uşağı tanımırlar, heç bir komandaları tanımırlar. Hakimlər mənim üçün bu da çox vacibdir. Yəni biz hakimlər siyahısını təsdiqləyəndə bu çox vacib idi ki, öz kateqoriyaların mütəxəssisləri olsunlar. Yəni hansı kateqoriyanı hakimlik eləyəcəklərsə, o kateqoriyada, yəni o robotlara tam yiyələnmiş, yəni mütəxəssis olsunlar ki, onlar sadəcə robotları dəyərləndirsinlər. Hansısa uşaqları yox, robotları dəyərləndirsinlər. Hakimlərin hansı kateqoriyalar üzrə dəyərləndirəcəklər. Onlar hazır onların əlində olacaq. Onlara baxacaq, onlara sadəcə qalacaq ki, robotlara baxsınlar, komandaları dəyərləndirsinlər və qiymətlərini qoysunlar. Bəzi kateqoriyalarımız Mega Sumo'dur, Mini Sumo'dur, Lego Line'dır, Lego Sumo'dur. Bunlar hamısı yarış baxımlıdır. Yəni burada qalib olan keçir ikinci raunda, uduzan çıxır. Yəni burada heç bir hakimlik lazım deyil. Göz qabağında olacaq. Yəni düşünürəm ki, burada da heç bir haqsızlıq olmaz. Yəni bu baxımdan buna baxmaq lazım deyil. Və Azərbaycanda da kifayət qədər yarışma nə qədər çox olsa, o qədər haqsız
o məsələlər ki, birinci yer olsun məsələsi ortadan Əlbəttə gedəcək. ki, ədalətli rəqabət inkişafa təkan verir. Yəni sırf rəqabət deyil də, həqiqətən düzgün rəqabət inkişafa təkan verir və biz ümumi olaraq bütün robotexnika kursları Azərbaycanda hal-hazırda robotexnika inkişaf eləməkdədir də. Yəni bir var ki, baxarım da Avropaya, Amerikaya baxanda onlar çox inkişaf eləmiş səviyyədədir. Biz də onlara baxandan sonra gəlib öz ölkəmizdə bunu inkişaf elətdirmək məcburiyyətindəyik. Yəni bu ölkənin vətəndaşı olaraq. Və bunun üçün də yəni sırf bu mənim yaxın bir müəllimin tələbəsidir və ya bu mənim özümünkidir filan beşməkan. Bunları kənara qoyub da sırf həqiqətən o bəzi uşaqlar var ki, həqiqətən içində onların bir dahi yatır və o dahi yatan dahini oyatmaq həmin o olimpiyadalarda, həmin o auralarda, həmin o ortamlarda ortaya çıxır. Və bizim hamımızın əlindən gələni eləyib bunu ortaya çıxartmalıyıq. Yəni biz buna İnşallah. məcburuq ki, həqiqətən yəni bunda sizin qatqınız çox böyük olacaq deyə düşünürəm və bundan sonra da bu sırf təşkilati cəhətdən özünüzü təsdiqləyib bundan sonra digər xarici olimpiyadaların daha böyük versiyasını digər kurslara da çağırıb da ev sahibliyi edə biləcəksiniz deyə düşünürəm. İndi mən özüm də orada iştirak edəcəm, bloqumu çəkəcəm və orada bütün mənfiləri, müsbətləri, gördüyüm hər şeyi danışacağam orada zaten. Və bunun üstünə yenidən oturub bir də müzakirə edək. Çünki bu sizin yəni sonuncu deyil də bundan sonra artıq yeni başlayacağımız bir işdir, yəni bu təşkilat işi. Problemlər olacaq, düşünürəm. Çünki Aero birincidir. Mən düşünürəm ki, başqa yarışmalara, o beynəlxalq yarışmalara baxdıqda birinci, ikinci, üçüncü il hər ilin video görüntüləri saytda saxlanılır və baxanda ki, Robot Challenge 1 necə keçirilmişdi və Robot Challenge 16 necə keçirilir. Yəni çox böyük fərqlər var. Düşünürəm ki, yarışmanın il ilə daha da gözəlləşməsi onun üstündə götürür ki, yəni birinci bu iş olmalıdır və o işin üstündə, nöqsanların üstündə işləmək lazımdır ki, bunu ideala gətirmək. Birinci dəfədən demək ki, yox pis keçdi, alınmadı və s. bu düzgün deyil. Mən harda yanlış elədim, mən harda gözdən qaçdım və filan hadisə baş verdi, ikinci artıq və belə götürəndə əslində sizin yəni ilk təcrübəniz deyil, sizin yəni bundan qabaq da yəni daxili Azrobotda tərtib etdiyiniz, təşkil etdiyimiz, birlikdə hətta işlədiyimiz bir çox olimpiyadalar var və mən orada sizin təşkilati qabiliyyətinizi yəni gördüm. Orada yəni həqiqətən çox az problemlər yaranırdı. O da çox cüzi bir problemlər oldu və dərhal aradan qaldırırdı. Yəni dərhal aradan qaldırılası problemlər baş verirdi. Və indi bunun da altından qalxacağımıza inanıram. İnşallah Allah qoysun. Ümumiyyətlə biraz Aero barəsində danışaq. Keçərlər mövzusu. Bu Instagrama qoyduğumuz bu Aero'nun robotunun şəklini qoyursunuz. Yaxında yazırsınız. Bu tam olaraq nədir yəni? Hə, bizim maskotumuzdur. Aero'nun maskotu artıq hazırdır. Bunun ideyası hardan gəldi ümumiyyətlə? Yəni çox düşünürdük ki, maskot necə olmalıdır? Yəni həm bu Azərbaycan milliliyi göstərməlidir, həm ümumiyyətlə yeganə olmalıdır, yəni dünyada olmayan olmalıdır və bu belə çox çətin oldu. Yəni robotlar çoxlu var. Safiya robot, qarson robot, nə bilim pianoçu robot, yəni robotlar daima hansı bir robotlar falan fikirləşirlər və biz maskot fikirləşirik. Tutalım, əgər götürsək qardaş Türkiyənin təcrübəsindən, onlarda MEB robot yarışmasının belə bir robotları var. Ahican. Ahican Bursada, Ahican Şanlıurfada, Ahican, yəni Ahican şəhər-şəhər gəzir, hər il dəyişdirir. Yəni bu ideya var idi. Və biz Aero'nun maskotunu fikirləşəndə düşündük ki, Aero bu nəyə görə də Azərbaycan balaca bir xanım olmasın. Balaca xanım robotdur və bizim robotumuzun fərqliliyi onda olacaq ki, robotumuz hər il dəyişəcək və böyüyəcək. Birincisi maskotumuzun adı Miray'dır. Burada birinci dəfədir hər kəsə deyirəm. Maskotumuzun adı balaca qızımız Miray'dır. Miray, Mir, Dünya, AI, Artificial Intellect, dünyanın süni intellekti. Belə bir balaca qız robot süni intellektlə yaradılmış belə bir maskotdur. Miray'ın fərqi o biri robotlardan nə ilə olacaq? Miray hər il böyüyəcək. Bu illəri Miray'ın 1 yaşı var, yəni Aero 1.
1 yaşı var. Gələn il 2, 3, 4, 5 və düşünürəm yəni o siması dəyişəcək. Robot olaraq böyümüş Təkmilləşəcək, dəyişəcək. böyüyəcək. Və düşünün ki 10 ildən sonra həmən o Mirayın artıq 10 yaşlı qız robot kimi. Yəni Mirayımız böyüyəcək. İndi Və Ayronun yaşı çoxaldıqca yəni düşünürəm Miray qoca yaşlı 50 yaşlı 60 yaşlı xanıma da havaqsa dönüşəcək. Yəni biz bunu istəyərdik. indi Bu maskotdur. Aa, bu Ayronun maskotudur. Ayronun ideyası hardan gəldi? Deməli biz artıq 2 il All Japan Tournament belə bir Yaponiyada, Tokyo şəhərində 35 il ərzində keçirilən bir yarışma var. Bu yarışmanın Fujisoft şirkəti mütəxəssisləri bir yerə yığmaq üçün, mühəndisləri bir yerə yığmaq Mənim üçün. dediyim o dahilər ortaya çıxır. Hə, əslində öz şirkəti üçün yaxşı mütəxəssislər yetişdirmək üçün və onları seçib işə götürmək üçün Beyinlər axtarılır. hə 35 il bundan öncə belə bir yarışmanı ortaya qoydular və getdikcə hər universitetdə, hər şəhərdə öz yerli yarışmalarını keçirirlər və grand finala Tokyoda All Japan Tournamentdə məhz finalçılar gəlirlər. Başlayıb bu yarışma birinci Yaponiyadan. Sonra isə başqa ölkələrin, yəni başqa ölkələr müraciət edəndə ki, biz də iştirak etmək istəyirik All Japan Tournamentdə. Bu yarışmaya necə qatılmaq olar? Orada sırf qeydiyyat yox, All Japan Tournament, yəni bunların təşkilatı komitəsi ancaq başqa ölkələrin birincisi olanları qəbul edirlər. Yəni seçilmişlər. sən All Japan Tournamentin grand finalına düşmək üçün başqa bunun tanınmış yarışlarının birincisi olmalısan. Yəni ancaq birinci yeri tutanları grand finala dəvət edirlər. Mükəmməl. Bizim də tanışmamız elə oldu ki, biz Robo Challenge Rumuniyada Buxarest şəhərində keçirilən bir yarışma var idi, Robo Challenge. Həmən yarışmaya biz qatılırdıq. 2 il qatıldıqdan sonra 3-cü il birinci yeri tutduq. Mini sumo kateqoriyası üzrə 693 robot içində birinci olduq. Və Yaponiya All Japan Tournamentdə dəvətnamə qazandıq. Və biz artıq bura dəvətnamə qazanandan sonra, həmən o yarışmanı görəndən sonra əlbəttə ki, bu deməli 2 il bundan öncə birinci dəfə biz All Japan Tournamentə getdik. Yenə də nailiyyətlərimiz davam elədi. Bu il dekabr ayında yenə də həmən yarışmaya getdik və belə bir qərara orada yarışma komitəsi ilə All Japan Tournamentin əsas o koordinatoru, katibi və prezidenti ilə tanışlıq oldu və orada söhbətlər əsnasında biz bu yarışmanı da, biz də beynəlxalq yarışma keçirmək istəyirik və bu kateqoriyalara, yəni birinciləri Azərbaycanı təmsil edərək Yaponiyaya gətirmək istəyirik. Əlbəttə ki, bu asan olmadı. Onların da Yaponlar biraz çox titiz, Kaprizin adamlar. hə, qanunpərəst və onlarda hər bir şey qaydalar üzərində qurulub. Yəni orada adil sözü mən deyə bilmərəm. Yəni soruşurlarsa yarışda neçə nəfər olacaq, sən rəqəm deməlisən. Və həmin Neçə rəqəmə uyğun gəlməlisən. Hər bir şey Ay, uyğun bu olmalıdır. yaddansızı qaldı. Ay, Yaş, bundan başqa kateqoriya yox, heç nə dəyişmək olmaz. Ya sən rəqəmləri deməlisən. Onlar bizə hə demək üçün nə qədər əhalimiz var, neçə dənə universitet var Bakı şəhərində ya başqa şəhərlərdə. O universitetlərdə bu fakultetlər varmı, yoxmu? Onları belə araşdırdılar və bizdən soruşdular. Yəni mən deyə bilərəm, bizdə 5 universitet var ya 10 universitet. Bu demək azdır. Yəni bir universitetləri araşdırdılar, fakultetləri araşdırdılar ki, orada mexatronika, robototexnika, yəni bu fakultetlər varmı? Nə qədər tələbələrimiz var? Və həmin fakültələr belə bir olimpiyadalara gediblərmi, hazırlaşırlarmı, ümumiyyətlə bu tərəflərə baxırlarmı? Əlbəttə Və ki. əslində belə düşünürəm ki, Yaponların bu tutduğu, izlədiyi yol onları görün texnologiyada hara qədər gətirib çıxarır. Demək ki, bu işləyən bir taktikadır. Yəni qayda qanundan kənara çıxmaq, ləngitmək, təxirə salmaq deyil də, sırf qayda qanunla Yox, addım izləyib gəlib bu texnologiyada artıq dünyada söz sahibi olan bir ölkəyə çevirirlər. Yəni bunları bizdən soruşduqdan sonra, əlbəttə o biz keçirdiyimiz yarışmalar var, nə qədər bizim videolarımız falan var.
onları biz göstərirdik ki, biz belə yığa bilərik, uşaqları yığa bilərik. E, Artıq mini sumolar üzrə biz kifayət qədər tələbələrimiz, şagirdlərimiz var ki, hansılar ki özləri öz xəyallarına uyğun, yəni düzgün özləri robotları yığa bilirlər. Həmin mini sumoları biz təqdim elədikdən sonra, mega sumonu təqdim elədikdən sonra artıq onlar inandılar ki, hə, Azərbaycanda doğrudan da kifayət qədər gənc var və o gənclərin içindən seçim eləyib grand finala dəvətnamə Yəni ala bir bilər. özül var, bir kök var, bir bu işlə Əlbəttə məşğul olan ki. bir neçə tələbə var ki, bunları artıq içindən seçə bilərik. Və əlbəttə ki, bu da bizə kömək oldu ki, çox fəxr eləyirəm. Bu illəri dekabr ayında bizim mentorlardan biri, yəni bizim tələbələrdən biri Yaponiyada, Tokyoda 4-cü oldu. Mini sumo kateqoriyası üzrə 100 min yen qazandıq. Yəni uduş kateqoriyasında uduş beşliyinə düşdük və 100 min yen qazandıq. Çox Bu da böyük bir şeydir. çox köməyi Çox oldu. böyük bir şeydir. Ə, Yəni biz varığı bir növ göstərdik. Biz- Yəni orada yer tutmaq önəmli idi. O cəhətdən ki, yəni biz bunu bir şeylər biz bacarırıq Bacarırıq. və gəlib bizdən nəsə seçib götürə bilərsiniz. All Japan turnamentin yaxşı cəhətlərindən biri. Yəni o ölkə üçün çox önəmli bir yarışmadır. Çünki bir çox nazirliklər, 7 nazirlik bu yarışmanın ərsəyə gəlməsində əməyi var və böyük rütbəli, yəni nazirlər bu yarışmada, finalda, mükafatlandırmada çıxış edirdilər, gəlirdilər, tanış olurdular və bizim o yer tutmamız bizi biraz fərqləndirdi başqa ölkələrdən, başqa yarışmaçılardan. Yəni bizə yaxınlaşıb tanış oldular. Azərbaycan varmı? Və əlbəttə ki, biz də öz yəni biz də bu yarışmanı keçirmək istəyirik. Və Biz də bu əslində siz mədəniyyəti çox böyük yaymaq bir şey istəyirik. eləmişsiniz ki, Azərbaycanı orada məsələn o dünya ölkələrinin içində Azərbaycan deyə bir yer olduğunu və həmçinin də olmağından əlavə də bunun robotexnika ilə məşğul olan bir ölkə olduğunu göstərmisiniz. Və bu əslində yəni düşünürəm ki, ilk imza atmışsınız Azərbaycanda. Yəni ola bilər bu. Yox, Yaponiyada məsələn Yaponiyada gedib o yerdə bəli. sırf həmin o yerdə iştirak edən, həmin o olimpiyadada iştirak edən yəni ilk komanda ola bilərsiniz də. Bu yəni yarışda düşünürəm. bəli, biz Çünki 2 il əvvəl də bundan biz qabaq işləmişik. Azərbaycan bayrağını birinci dəfə o yarışan komandaların bayrağı, Azərbaycan bayrağı birinci dəfə təmsil elədik. İkinci il gedəndə artıq qalibiyyət kimi, yəni 4-cü yeri qazanmaq bu çox gözəl Yenə oldu. bir ilk oldu. Yəni ikinci bir ilk Yenə oldu. düşünürəm ki, 3-cü il ha vaxt ki biz bütün Azərbaycanın bir var ki biz seçilmiş uşaqları götürək. Biz necə oldu ki Yaponiyaya getdik, çıxdıq, o gəncləri getdik, Azərbaycanı təmsil elədik. Bu arada öz adımdan, yəni təşkilat adından, gənclər adından, ümumiyyətlə Azərbaycanlı istedadlı gənclər adından Gənclər və İdman Nazirliyinə və şəxsən cənab nazirə Fərid müəllimə öz təşəkkürümü bildirmək istəyirəm ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bizim komandamız Azərbaycanı Yaponiyada təmsil etdi. Yəni onların dəstəyi ilə bunu etdik. Bu attığınız addıma görə həqiqətən bütün Azərbaycan gənclərinin adından sizə təşəkkür edə bilərik. Çünki yəni bu çox böyük bir şeydir həqiqətən. Yəni Azərbaycanı başqa yerlərdə də, başqa modullar üzrə də, yəni başqa modullar üzrə, yəni sırf bu robotik başqa sahələr üzrə, təkcə idmanla deyil də, həmçinin də hal-hazırda dünyada moda olan texnologiya üzrə də gedib iştirak eləməyimiz, hətta bayraq dalğalandırmağımız, hətta və hətta üstünə yer tutmağımız, yəni Azərbaycanı da həmin o ölkələr sırasına qoya bilir. Əlbəttə ki, yəni gəncləri, istedadlı gəncləri başqa ölkələrə aparmaq və həmçinin o ölkələrdə Azərbaycanı təmsil etmək, yəni gedib ən vacibi bizim təcrübəmiz idi. Yəni biz getdik, əlbəttə. gördük və elə bir yarışmanın Azərbaycanda olmasını istəyirik. Yəni elə bir yarışma, o səviyyədə olan bir yarışma Azərbaycanda olmalıdır. Sağ olsun dövlət qurumlarından çox böyük dəstək var. Yəni bu yarışmamıza, Aeroya rəsmi partnyorlarımız var. Öz təşəkkürümü hər birinə bildirmək istəyirəm. Gənclər İdman Nazirliyi, İnnovasiya Mərkəzi, ASKO Xəzər Gəmiçilik, Maestro School, Bakı Abadlıq şirkətinə, bir xeyli şirkətlərə, AKTA, Azərbaycan Kiber Təhlükəsizliyi Təşkilatına öz təşəkkürümü bildirmək istəyirəm. Yəni bu partnyorlarla, rəsmi tərəfdaşlarla may ayının 9-u, 10-u, 11-i
ADA Universitetində bu yarışma başı tutacaq. Əlbəttə ki, ADA Universitetin rəhbərliyinə də öz e, təşəkkürümü bildirmək istəyirəm. Çünki universitet olaraq, yəni bizim xaricdən gələn qonaqlarımız, xaricdən gələn komandalar universitet olaraq da bir girib tanışı Azərbaycandakı o hansı universitetdə keçirilir? ADA Universitetində. Universitet olaraq gəlib tanış olacaqlar şəraitlə, məkanla, yerlə. Yəni düşünürəm ki, bu da bizi baş uzaldıcı qonaqpərvərlik göstərəcək. Mən düşünürəm ki, onların çox xoşuna gələcək. Çünki ADA Universiteti universitet olaraq, məkan olaraq həm çox gözəldir, auditoriyaları böyük və Həm çox inkişaf genişdir. eləmiş bir yer. Çox inkişaf eləmişdi. Düşünürəm ki, qonaqların hər birinin çox xoşuna gələcək. Ondan başqa ADA Universitetin bu arada hər kəs sual verir ki, bizə Instagrama, e-maila məktublar gəlir ki, biz necə könüllü olaraq bu yarışma təşkilat komitəsində iştirak edə bilərik. Könüllüləri bizə ADA Universitetindən təqdim edəcəklər. ADA Universitetin tələbələri 3 dildə, yəni Azərbaycan, rus və ingilis dilində mükəmməl danışırlar və düşünürəm ki, həmən o təşkilatı komitetdə ADA Universitetin tələbələri olacaq. Yəni bu baxımdan da bizə təşkilatı dəstək verirlər. Yəni düşünürəm ki, buna görə təşəkkürümü bildirmək istəyirəm. Bundan sonraki, məsələn, Ayronun 2-ci, 3-cü olimpiyadalarında ümumi olaraq başqa könüllü fəaliyyəti də həyata keçirə bilərsiniz və artıq sizə Instagramda, Gmaillərdə yazan könüllü üçün müraciət edənlər orada istifadə edə bilərsiniz. Var, indi də kifayət qədər tələbələr maraqlanırlar, soruşurlar. Yəni biz necə təşkilatda, yəni düşünürəm bayaq sual verdiniz ki, Azrobot təşkil eləyəcək, öz uşaqları, öz komandaları qatıla biləcək yoxsa yox. Təşkilatı məsələ elədi ki, Azrobotun tam komandası, yəni bütün müəllimləri təşkilatda iştirak etməyəcəklər. Təşkilatda, yəni ki, o təşkilat hakimlər hamısı xaricdən gələn başqa-başqa mütəxəssislər dəvət olunacaq. Ondan başqa təşkilatı komitetdə cürbəcür könüllülər olacaq. ADA Universitetinin, yəni başqa universitetlərdən tələbələr olacaq. Düşünürəm ki, həmən o haqsızlıq 100% haqsızlıq olmayacaq. Əsas olan hissəsi oradır. Və o yerinin kökündən həll eləmisiniz yəni. Yəni o biz olmayacağıq orada. Sadəcə yəni o necə deyirlər? Nə? Sorumlu təşkilat kimi bizik. Ancaq ki öz şagirdlərimizə kömək edək. Belə bir şey məncə yəqin ki olmayacaq. Əsas olan zaten Azərbaycanın tərkibində olan digər kurslarda iştirak edən komandaların içindəki uşaqlar. Hər yerdən. Yəni biz məktub yazmışıq Təhsil Nazirliyinə. Təhsil Nazirliyi də öz dəstəyini əsirgəmədi. Yəni ki, məktəblərə, universitetlərə bizim yarışma barəsində məlumat verdilər. Yəni indi hal-hazırda qeydiyyat davam edir. Düşündük ki, qeydiyyatı 15 aprelə qədər uzadaq ki, hər kəs komandanı formalaşdırıb qeydiyyat edə bilsin. Ancaq ki, bir məsələ var. Yəni hər kəs soruşur. Yəni qeydiyyat edəndən sonra hər kəs qatıla bilərmi? Kim qatıla bilər? Ən əsası, yəni qeydiyyat edəndən sonra ikinci etapa, yəni finala 9, 10, 11 maya keçən komandalar olacaq, keçməyən komandalar olacaq. Keçməyən komandalar hansıdır? Əlbəttə ki, biz böyük komanda olaraq işləyirik, baxırıq görək ki, hansı komandalar həmən o finalda, yəni qonaqlarımız gələcək, hakimlər olacaq, onların qarşısında kim iştirak eləyəcək? Hansı komandalar ikinci etapa keçməyəcək? Hansı birilər ki, qeydiyyat edib, ancaq robotu yoxdur, hazır heç neyləri yoxdur. Ya da ki, komandanın üzvlərinin yaşları uyğun gəlmir. Qeydiyyat ediblər, qaydaları dəqiq oxumayıblar, diqqətli oxumayıblar və qaydalara uyğun gəlməyən, yəni uyğun olmayan bir komandalar əlbəttə ki, birinci etapda kəsilib ikinci etapa qəbul. Yəni qaydalarda yaponlar kimi olacaq. Hə, düşünürəm ki, elə olmalı. Mən baxıram ki, Mirayın 1 yaşı olmağına baxmayaraq bayağı təcrübəsi boldur yəni.
Azərbaycandan əlavə gör neçə sənə ölkə, həmin ölkələrdə neçə dənə olimpiyadalar görüb, yəni təcrübəli robotdur, yəni. Təcrübəli Təcrübəli. robotdur. Həmin Hə. təcrübəsində Azərbaycanla bölüşmək əslində çox böyük bir şeydir, yəni. Çox yaxşıdır o cəhətdən. Düşünürük ki, yaxşı keçməlidir. Hər kəsin köməkliyi ilə, yəni tərəfdaşlarımız boldur. Bu yarışmanı keçirəndə əlbəttə bir adam keçirsə, çox pis keçirər. Əlbəttə ki, başqalarının biliklərindən, tövsiyələrindən istifadə etmək lazımdır. Hər bir Azərbaycanda, yəni bu işlə məşğul olan hər kəsi bu yarışmaya dəvət edirik. Həm qonaq qismində, həm iştirakçı qismində, hakim qismində, yəni hər nə formada insan özünü görürsə, bütün rəyləri qulaq asmağa hazırıq. Nöqsanları və yaxşı bir cəhətlərini. Düşünürəm ki, bir neçə ildən sonra bunu rutinə qoyandan sonra, yəni hər il bu hər kəs bilsə ki, adətən Robotexnikanın adətən yəni mart ayında Azərbaycan xalqının Novruz bayramıdır. May ayında da Ayırodur. Robotexnikanın bayramı da, yəni. Bayramıdır. Bütün Düşünürəm. kursların bir araya gəlib orada öz performanslarını sərgilədikləri bir olimpiyada. Əslində bu dildə çox gözəl səslənir həqiqətən. Yəni sırf ora sırf rəqabətə deyil də həqiqətən orada bütün digər kurslardakı müəllimlərlə tanış olmaq, tələbələrin bir-birlərinə tanış olmağı, qaynaşması çox önəmli bir Bir-birindən öyrənməsi. Eynən, məsələn, mən gəldim, hansısa bir robot düzəltmişəm. Yanımdakı bölümdə başqa bir tələbə başqa bir robot düzəldib. Məndəki dizaynla biraz fərqlidir. Ya mən məsələn bir kateqoriyada iştirak etmişəm, digər kateqoriyadakı tələbələr nələr düzəldib, nə ediblər. Məsələn, biz Teknofestdə iştirak etdik, Azərbaycanda təşkilat Azərbaycanda tərtib elədilər. Biz getdik, iştirak etdik orada. Və biz orada nə qədər şey gördük, nə qədər şey öyrəndik, orada nə qədər insanlarla tanış olduq, sırf robotexnika üzrə, texnologiya üzrə inkişaf eləmiş, Türkiyədən gələn, həmçinin Azərbaycanda tanış olduğum, Azərbaycanda bu iş üzrə fəaliyyət göstərən insanlarla tanış olduq və məcbur deyil ki, bunu Türkiyə gəlib bizdə təşkil etsin və ya Yaponiya gəlib bizdə təşkil etsin. Bizim özümüzün belə bir bacarığımız varsa, belə bir şey eləyə biliriksə, niyə də eləməyək? Hər il niyə də bunu keçirtməyək? Həmin indi bunu da okeydir, hər şey başa düşdü. Finala çıxanlardan sonra həmin komandaları nələr gözləyir ondan sonra? Bu çox yaxşı sual oldu. Deməli bizim bu yarışmada indi bu arada 7 kateqoriyadan ayrı birinci ayrı, birinci bir ayın yarışması 7 kateqoriya ilə başlayır. Düşünürəm ki, kateqoriyaların sayı artacaq ilə. Yəni biz də çalışacağıq ki, başqa modullar, başqa robotlar, başqa kateqoriyaları daxil edək. Hələlik 7 kateqoriyadır. 7 kateqoriyadan 2 kateqoriyanın qalibləri, Mega Sumo kateqoriyası və Mini Sumo kateqoriyanın qalibləri, yəni birinciləri dekabr ayında, 2025-ci il dekabr ayında Azərbaycanı Yaponiyada, Tokyoda Gənclər İdman Nazirliyi tərəfinin dəstəyi ilə təmsil edəcəklər. Və bu artıq Azərbaycan millisinə qoşulacaq bu komandalar. May ayından dekabra qədər bizim də borcumuz olacaq ki, həmən o uşaqları biraz da robotlarını daha da mükəmməl edək, daha da üzərində işləyək və dekabr ayında Yaponiyada Azərbaycanı təmsil edək və hansısa bir yer qazanaq, yenə də neysə bir qazanaq. O zaman gedim Mega Sumo'dan qeydiyyatdan keçin. Mega Sumo demişkən Azərbaycana onu ilk gətirən də sizsiniz. Mega Sumo robotları biraz çətin robotlardır, qəlizdir, detalları biraz bahadır. Bəli, Azərbaycanda Mega Sumo robotları ümumiyyətlə yox idi və ona görə də iştirak etmək çox çətin idi. Azrobot olaraq bizim mentorlar, müəllimlərimiz, mühəndislər bir il ərzində biz bir robotu yığdıq, hazırladıq və onu təqdim etdik yaponlara ki, bizim robotumuz artıq var. Sadəcə bir robot düşünürəm ki, bir robotun üstündə nə qədər çox işləsək də bu bir robot olaraq qalır. Ancaq bu yarışmanı keçirsək, başqa robotlar da olsa, bu arada bu birinci ildə çox gözəl bir təşəbbüs də göstərilib. Yəni bizim universitetlər seçilib. Hər universitetdən bir komanda təyin olub və universitetlərin rəhbərlikləri, buna görə də onlara çox təşəkkürümü bildirmək istəyirəm. Universitet rəhbərlikləri öz
dəstəklərini həmən şagirdlərə göstəriblər ki, öz robotlarını yığa bilsinlər. Aa, Bu Bakı Ali Neft Məktəbi, Adını Su, Texniki Universitet, Aviasiya Akademiyası, sonra UFAS, UNEK, İqtisad Universiteti, Bakı Dövlət Universiteti, bunların rəhbərlikləri öz şagirdlərinə dəstək olublar ki, bu robotu yığa bilsinlər. Biz də koordinator olaraq, biz də may ayının 9-una qədər tam o uşaqlara dəstək olacaq ki, o robotları yığsınlar, həqiqətən yarışdırsınlar. tələbələrin istədiyi ən çox şey nədir? Mən məsələn tələbə olan vaxtda bizim xəyalımızda bir robot tərəfdən bir robot var, bir iş görmək istəyirik. Ona dəstək verirlərsə, onun üçün bir vəsait ayrılırsa, bu tələbə üçün ən böyük hədiyyədir. Və tələbə sırf onu dəyərləndirmək üçün belə əlindən gələnin ən artığını eləyir. Yəni Bu uşaqlar çox möhtəşəm bir artıq şeydir. uzun işə başlanılıb. Yəni may ayına qədər bizim bir çox mega sumamız olacaq. Yəni mega sumamız artıq bir dənə yox, çoxlu mega sumamız olacaq və layiq olan qalib olsun. Layiq olan düşünürəm ki, rəqabətdə ən yaxşı mega sumanı seçib Yaponiyaya aparıb və orada da hansısa bir yerlər qazanacaq. Dediyim kimi, mən indi orada iştirak edəcəm, bloqumu çəkəcəm. Orada digər xarici olimpiyadalarla müqayisədə bizim hələ hansı addımları atmalı olduğumuzu, hara qədər inkişaf etdiyimizi, bu qədər dərəcədə inkişaf eləmişikmi, eləməmişikmi, bunları ətraflı danışandan sonra bir də ümumi artıq olimpiyadalar olub bitəndən sonra bir də ümumi müzakirə edərik. Orada Əlbəttə ki. danışarıq. Artıq Mirayın ikinci olimpiyadası üçün və hətta qaliblər açıqlanandan sonra bunun üzərində danışarıq. Qalibləri Yaponiyaya aparmaq filan. Bunlar Əlbəttə ki. söhbət Yaxşı edərək cəhətlərdən də biri olacaq ki, bizim may ayındakı yarışmamıza Yaponiyadan və Rumıniyadan yəni çox bu işin mütəxəssisi olan insanları dəvət etmişik və bizim gənclərimizin imkanı olacaq ki, həmən mütəxəssislərdən öz məsləhətlərini ala bilsinlər, onlardan öz konsultasiyalarını ala bilsinlər, soruşsunlar ki, necə daha yaxşı, mükəmməl edə bilərlər, neyə bilərlər bu sahədə. çox Düşünürəm ki, ən böyük vacib iş budur. Rumıniya, Yaponiya gedəməyəndən ayağını Rumıniya, Yaponiya gətirsiniz. Ya Hə. bundan böyle eləyə bilərsiniz, ya bundan artıq eləyə Yəni bilərsiniz. onlar gəlirlər və onlar tam hazırdılar ki, bizdən bölüşsünlər. Yəni Evet. biz onlara bildirmişik ki, Bizə bu bizim dəqiqə birinciyimiz. lazım olan şey nədir? Orada bacardığımız qədər daha çox sual vermək, bacardığımız qədər daha çox şey öyrənmək. Öyrənmək. Artıq tələbələrin və onların rəhbərlərinin, mentorlarının, müəllimlərinin üzərində düşür ki, bacardığımız qədər faydalanmalıyıq. Onların biliklərindən istifadə etməliyik, bir şeylər öyrənməliyik, yeni bir şeylər öyrənə öyrənsək, bütün öz Azərbaycandakı robotexnika sahəsində istifadə edəcəyik. Yəni bizim qazancımızdır. İnanırım sizi ki, bizim gənclərimiz çox istedadlıdırlar. O adətən biz baxırıq deyirik, xaricdə belədir, xaricdə elədir. İnanırım sizi ki, o elə deyil. Yəni bizim öz gənclərimiz çox istedadlıdırlar, həddindən artıq. Sadəcə o yönlər var, o yollar var ki, hansı yollar artıq kəşf olunub da, deyək ki, Cənubi Koreyada olsun, Yaponiyada olsun, Çində olsun, Amerikada olsun. Yəni bu yönlər artıq kəşf olunub. Yəni bizim də oturub gözləmək, bir 30 ildə gözləmək ki, onu kəşf eləyənə qədər bu hazır var. Yəni bunu gedib görməlidirlər. Yəni bunu görməsən, əl vurmasan, bu robotu başlamasan, səhv eləməsən, uduzmasan, ikinci il qazanmazsan bunu, qalib olmazsan. Yəni artıq mən bunu bizim gənclərdə bunu gördüm. Yəni birinci il sadəcə robotlara baxırdılar, heç nə bilmirdilər. İkinci il bizim uşaqlardan, bizim gənclərdən başqa ölkələr gəlib məsləhət alırdılar, soruşurdular ki, siz bu robotu necə düzəltmisiniz? Tutalım, bir Qazaxıstan komandası var idi. İndi də hal-hazırda onlar bizdən məsləhət alırlar. Yəni mentor məsləhətləri daima bizim komandadan alırlar. Çünki onların komandasının yanında bizim komanda çox güclüydü. Yəni biz baxmayaraq ki, bir neçə ildir bu ilə məşğuluq, onlar tam yeni idilər
Və indi hal-hazırda Azərbaycana belə siz hər şeyi bacarırsınız, siz bunu bilirsiniz kimi baxırdı və bizdən daima məsləhət alırdı. Biz də öz məsləhətlərimizi verirdik. Çünki ən yaxşı öyrənməyin yolu öyrətməkdir. Aynen. Yəni ki, öyrədəndə öyrənirsən. Bir də bir son olaraq bir şeydə bir sual da vermək istəyirəm. Hal-hazırda Azərbaycanda hədsiz çox robotexnika kursları açılır. Bu barədə nə fikirləşirsiniz? Bu bizim robotexnika sahəsinə xeyirdirmi, yoxsa ki hər robot adını eşidən, hər robot bilən pul məqsədi ilə mi açır və bu bizim robotexnika sahəsinə ziyan verirmi, vermirmi? Bu barədə nə fikirləşirsiniz? Yəni siz artıq Azərobot olaraq öz adınızı bildirmisiniz və sırf bu işi robotexnika sahəsinin inkişafı üçün həsr etdiyinizi artıq hamıya sübut eləmisiniz və digər xarici olimpiadalarda da bayaq danışdığımız kimi iştirak edərək, Azərbaycanda olimpiadalarda iştirak edərək, hətta bunu artıq tərtib edərək, təşkil edərək, artıq siz robotexnika sahəsi üçün çalışdığınızı bunu sübut eləmisiniz. Digər yeni açılan, hətta sizdən belə adlarını götürənlər, sizdən modulları götürüb istifadə edənlər, sırf pul xətrinə açmağa çalışanlarmı, yoxsa ümumiyyətlə onlar da bir şeylər eləməyə çalışırlarmı? Bu barədə nə fikirləşirsiniz? Bu çox gözəldir. Rəqabətdən qorxmuram. Nəyə görə? Gözəldir, nəyə görə deyirəm? 4 il bundan qabaq Azərobot açılanda, əgər elə bir biz açıldıq Bakı kəndlərində, daha çox bizim filiallarımız Bakı kəndlərində açılmış idi. Əgər biz insanlara ümumiyyətlə bu nə olan şeydir? Yəni çox biz səy göstərirdik. Yəni riyaziyyat dərsi, ingilis dili dərsi, nə bilim tutanda ana dili dərsi, dərslik olaraq var idi. Ancaq robototexnika belə məşhur deyildi və tanınmırdı. Biz sadəcə valideynlərə bunun xeyri barəsində danışırdıq ki, bu xeyirlidir, uşağın beyni üçün yaxşıdır. Yəni hər kəs bilir ki, uşaq şahmat dərsinə gedəndə nə öyrənir, ancaq robototexnikaya gedəndə nə öyrənir, nə qazanacaq, bunu valideynlər bilmirdilər. Artıq biz o ilə məşğul idik. Bizdən öncə də çoxlu robototexnika kursları var idi. Bizdən sonra da açıldı. Yəni bizdən öncə açılanlar da bizə qadağa qoymadılar ki, kurslar açılmasın. Biz də açıldıq. Bizdən sonradakilər də açıldı. İndi keyfiyyət məsələsinə baxanda o deyirsiniz ki, kimsə keyfiyyətsiz eləyir və ya neyinirsə, inandırım sizi ki, uşaqlar da, valideynlər də o keyfiyyəti çox yaxşı ayırt edə bilirlər. Yəni bu problem deyil. Valideyn bir neçə vaxt gedəndən sonra bu könüllü olduğu üçün heç kimi məcbur eləmək olmaz ki, sən bu kursa get ya başqa kursa get. Şagirdlər bir neçə vaxt kurslara gedəndən sonra şagirdlər özləri seçirlər. Harda ona maraqlıdır, harda ona neysə bir dərs verilir, bilik verilir, harda verilmir. Yəni düşünürəm ki, buna nə qadağa qoymaq lazımdır, nə də bu barədə danışmaq lazımdır. Yəni bir neçə vaxtdan sonra şagirdlər də, valideynlər də artıq bilirlər ki, hara getmək lazımdır, nə öyrənmək lazımdır. Ki onsuz da mükəmməl zaten heç bir kurs şey deyil. yoxdur. Bundan əlavə də keyfiyyəti bacardığımız qədər yuxarı tutmalıyıq. O da öz yerində. Keyfiyyətsiz olan kurslarda bu robotexnika sahəsinə tutunub qala bilmirlər. Bir müddətdən sonra siz deyirsiniz ki, valideynlər, yəni biliklər bitəndən sonra məktəbdə uşaqlar gedib mən bu müəllimi bəyənmirəm deyib dəyişdirə bilmir bəzən. Amma bu belədir ki, valideyn öz cibindən verir məvacib qarşılığında həmin o keyfiyyəti ölçə bilir deyə. Uşaq gəlir evdə deyəndə ki, mən müəllim bəyənmədim, mənə yaxşı şeylər öyrətmirlər, mənə bəyənməmək məsələsi deyil. Yəni uşaqlar bilik qazandılar, yoxsa yox. Yəni bilik qazanmadığından sonra, maraqlı olmadığından sonra ona heç bir qüvvə həmən kursda saxlaya bilməz. Yəni düşünürəm ki, burada da problemlər həll olunur. Yəni sadəcə valideyn arxayınıq bu cəhətdən ki, gəlsinlər keyfiyyətin nə olduğunu görsünlər. Bir şeyi də demək istəyirəm, yəni çox övmək istəmirəm. Müəllimlər məndən daha çox özlərini belə öyürlər. Bir şey deyim sənə ki, sən Azərobotda işləyən vaxtdan indiyə çox şey dəyişib. Nəyə görə? Məkana qədər dəyişib. Texnologiyalar belə bir şeydir ki, yəni yerində qalsan, maksimum 1 il qala bilərsən, fəaliyyət göstərə bilərsən. Çünki texnologiyalar hər gün dəyişir. Yəni müəllimlər belə, mentorlar belə, mən onlara deyirəm ki, yəni siz bildiklərinizin üstündə qalsaz, hər gün təzə bir şeylər öyrənməsəz, bir neçə vaxtdan sonra
diyecek sözümüz olmayacak. Çünkü yenilikler gelir ve sizin dediğiniz şeyler çok köynədir ve şagirde maraksızdır. Yani her gün öğrenmeye lazım. Ezbər pozan Bu bir bir. sahə olduğuna görə, hətta olimpiyadalarda bir dəfə gedib birinci yer qazandın, olimpiyada ikinci dəfə gedəndə öz bildiyin üzərində qalanda görürsən ki, ən axırıncı yeri belə tuta bilmədin, qaldı ki, yer tutasan. Çünkü üstünde işlemeyi lazımdır, daha mükemmel Arxayın öğrenmeyi olmamaq lazım. lazımdır ümumiyyətlə. Bəli, bəli, əlbəttə ki, biz əgər az robot başlayanda 3-4 modulla başlamışdıq. İndi hal-hazırda 17 modulumuz var və həmin o 3-4 modulla başladığımız modullar artıq sıradan çıxıb, yəni köynəlmiş kimi sayılır. Yəni o modullar köynəlmişdi və biz onları həmin o siyahıdan çıxartmışıq. Yeni modullar əlavə etmişik. Bu vacibdir və çox vacib bir məsələdir. Yəni hansı kurslar ki açılırlar bu sahədə, valideynlərə xidmət göstərirlər, mütləq və mütləq öz üzərlərində işləməlidirlər. Yəni bir şeylə açıb bir neçə vaxt 5 ay, 6 ay, 10 aydan sonra uşağa nə öyrədəcəksən? Yeni şey öyrətmədikdən, yəni öz başına o şagirdlər oradan gedəcək. Xeyirli iş görürlər, bəli xeyirli iş görürlər. Yəni Ən ki, azından robotexnikanın tanış olun. kursunun nə olduğunu valideyn bilir və orada istədiyi keyfiyyəti əldə edəməyəndən sonra daha keyfiyyətli bir robotexnika kursu artıq bildiyinə görə axtarır. Həmən o bir sualda hansına ki ilk öncə də biz istəyirdik o suala cavab verək. Yəni biz xarici beynəlxalq yarışlara gedirik və əlbəttə ki adamın içində bir paxıllıq hissi olur. Yəni özümüzü övməyək. Hə, doğrudan da görürük Yaponlar, Koreyadan gələnlər, Çindən gələnlər, yəni çox güclüdür uşaqlar. 9-10 yaşında çox güclüdür. Bir paxıllıq hissi gəlir adama ki, bizdə uşaqlar elə deyillər. Bunu da mən demək istəyərdim ki, onların uşaqları bizimkilərdən ya ağıllı, ya istedadlı deyillər. Sadəcə sistematik olaraq bu işlə məşğuldurlar. Yəni onlarda dərs sistemində, dərs proqramında bu fən dərs olaraq var. Necə ki riyaziyyat, ingilis dili, informatika, başqa fənlərdə həyat bilgisi və s. Robototexnika dərsi də var və sistematik olaraq, yəni heç kursun ümidinə də qoymayaraq, yəni əlavə məşğuliyyət kimi də yox, əsas məşğuliyyət kimi robototexnika, proqramlaşma dərsləri var. Və bu uşaqlar il bununla məşğul olduğunda artıq 10 yaşa, 11 yaşa, yəni beynəlxalq yarışlara gələcək səviyyəyə gəlib çatanda onların bilik səviyyələri, bacarıq səviyyələri o dərəcədə olur. Yəni bizim kursa da gələn valideynlərə gəlib bir aydan sonra nəticə gözləməkləri o düzgün deyil. Yəni onlar sadəcə gözləməlidirlər. Bu sistematik olmalıdır. Biliklər bir-birlərini tamamlamalıdır. Yəni bir uşaq mühəndisliyi bilə bilər, ancaq proqram hissəsi zəifdirsə, elektronika hissəsi zəifdirsə, o bir robotu tamamlayıb yığa bilməz. Yəni bilikləri tam olmaz. Və uşaqlar çalışmalıdırlar ki, həmən o biliklər, bizim modullərimizdə zaten belə yaranılır. Yəni o bilikləri tamamlamaq üçün. Hər bir şey tamamlanandan sonra ortaya bir mükəmməl iş çıxır. Hər şeylərə təşəkkür edirəm Amir xanım. Mən də. İnanıram ki, bundan sonra bir çox olimpiyadalar barəsində belə oturub müzakirə edəcəyik, danışacağıq. Xarici olimpiyadalar haqqında da qeybət edəcəyik sizlə. Öz olimpiyadalarımız haqqında da danışacağıq, uşaqlarımız haqqında, dalğalanan hər Azərbaycan bayrağı və siz artıq bu yolun əvvəlindəsiz və artıq irəliləməyə başlamışsınız, cığır açmağa başlamışsınız deyə artıq sizin arxanızdan gələn hər kursmu deyim, hər komandamı deyim, sizə təşəkkürünü bildirməlidir. Mənim sizə təşəkkür etdiyim kimi. Və inanıram ki, eləyəcəklər də. Və sizin də Miraydan əlavə, Aerodan əlavə digər tərtib edəcəyiniz, təşkil edəcəyiniz, fəaliyyət göstərəcəyiniz bir çox daha yeni layihələr olacaq, yaradacağınız yeni layihələr olacaq və artıq siz o robotexnika sahəsində Azərbaycanda olan o necə ki Qazaxıstanda komanda zəng edib sizdən mentor olaraq bir kömək istəyir, dəstək istəyir. Vaxt gələcək ki, Azərbaycanda bu robotexnika sahəsində artıq mentor, müəllim deyəndə Azərobotiyada düşəcək. Çox sağ olun. Mən də öz təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, bir çox xəyallar, arzular var. İnşallah Allah qoysa, bu arzuların, xəyalların yerinə yetməsini istəyərəm. Bizim şagirdlərimizin, mentorlarımızın, kollektivinin
o gün olsun ki o xəyali Miray robotu yox, doğrudan Gerçək. özləri gerçək həmən o robotu yığa bilsinlər. Süni intellektlə danışan, böyüyən, Böyüyən. böyüyən, Öyrənən yəni daim. bu xəyalda yox, böyüyən bir robotu, yəni patent olaraq Made in Azərbaycan, patent olaraq yəni özümüzün robotları, ixtiraları və artıq necə Dyson robotları deyək ki, hər bir dünyada, hər bir yerdə məşhurdur. Yəni Tesla avtomobilləri Azərbaycanın da gənclər hansısa bir ixtiralar etsinlər və dünyaya səs salsınlar. Yəni bunu çox istəyərdim. Və belə olimpiyadalarda həmin o gələcəyinə bir ixtiraçı olacaq uşaqların ortaya çıxmasına çox böyük əməyi olur. Belə uşaqların ortalığa çıxmasında. Və yəni belə olimpiyadalarında davamını arzu edirik hamımız və sizin də həyata keçirəcəyinizi inanırıq. Mütləq olmalıdır. Olmalı. Yəni olimpiyadaların sayı nə qədər çox olsasa, hansı təşkilatlar bunu təşkil edirlərsə, uşaqları bir yerə yığırlarsa, bu işlə məşğul olmağa vadar edirlərsə, yəni texnologiyalarda inkişaf edəcək və Azərbaycanı bu yönündə tanıyacaqlar. Və istəyərdim ki, əlbəttə ki, Azərbaycanı ən layiqlisi, yəni bizim ən yaxşılarımızı seçib beynəlxalq səviyyədə Azərbaycanı təmsil etsinlər. Hər kəs görsün ki, doğrudan da Azərbaycanda istedadlı gənclər var. Əgər o istedadlı gənclər özlərinə başqa yerlərdə yüksək maaşlı, başqa bir yerlərdə özlərinə yer edəcəklərsə, iş tapacaqlarsa, bu da bizə nə xoş. Yəni hər yerdə getdiyi yerlərdə Azərbaycanı təmsil Azərbaycanlıyam mən. edəcəklər. Mən Azərbaycanlıyam, mənim biliklərim budur. İnanın ki, beynəlxalq başqa ölkələrdə biz istedadlı gənclər, Azərbaycanlı gənclər görəndə mən çox fəxr duyuram bu his. Çox fəxr edirəm, qürur hiss edirəm ki, bizim Var bu cür bizdən də həqiqətən. belə gənclərimiz var və onlar doğrudan da layiqincə bizi təmsil edirlər. Bunun sayı sadəcə çox olmalıdır. Bəzi sahələr var Azərbaycanda ki, indiyə kimi üzərinə düşülməyib və bundan sonra artıq başlayıb üzərinə düşülməyə. Robotexnika sahəsi də bunlardan biridir. Və buna baxmayaraq, gec başlamağımıza baxmayaraq, bayağı bir böyük bir yol qət etmişik. Və bu qət edilən yolda da nəticələr də var. Bundan sonra daha böyük bir nəticələr olacaq və bu nəticələr barəsində də danışarıq. İnşallah. Sağ ol. Sağ olun. Mirayın 2 yaşında görüşərik. Mirayın 1 yaşından sonra bir ümumi müzakirə etmək lazımdır mütləq. Mirayın 1 yaşından sonra baş verən hadisələr, situasiyalar. Mirayı yaxından izləyəcəyik, yəni sizdən bir yerdə. İnşallah. Yəni ki, hər kəsi yarışmamıza dəvət edirik. Yəni bizim qonaq kimi, iştirakçı kimi, münsif kimi və düşünürük ki, bu yarışma hər kəsə, ümumiyyətlə Azərbaycana da, hər şagirdə, hər nəfərə, hər kəsə də xeyirli olacaq. Biz buna çox ümid edirik. Təşəkkür edirəm. Sağ olun.